İmtahan zamanı bu üç cümləni mütləq unutma. Birinci ondan ibarətdir ki, yoldaşlar, sənin imtahanda görəcəyin suallar, yəni sual tiplərindən sən artıq hazırlaşdığın müddətdə yüzlərlə elə sual tipi işləmisən. Yəni suallardan qətiyyən qorxmursan. Bəzən yoldaşlarımız elə bilirlər ki, imtahanda bizə təqdim edilən sualların tipi olsun, mövzusu olsun, çətinlik dərəcəsi daha fərqlidir. Xeyr, qətiyyən elə deyil. Sən həmin tipdə, həmin dərəcədə, çətinlikdə yüzlərə sual işləmisən. Mütləq qətiyyən qorxmursan. Ondan dəfələrlə çətin suallara sən hazırlıq müddətində işləmirsən. Bu bir. İkinci yoldaşlar, yada saxlayırsınız ki, imtahan müddətində əgər narahatlıq varsa sizdə, qorxu varsa, təbii ki, sizə sualı daha dəqiq dərk etməməyə gətirib çıxaracaq. Qətiyyən qorxmursan, narahat olmursan. Düşün ki, demək, narahatlıq qorxu götürür və yaxud da qorxu narahatlıq gətirir, sakitlik isə sənə cavabları göstərir. Qətiyyən narahat olmursan, qorxmursan, sakit olursan. Və üçüncü, yadda saxla ki, əgər bir sualı bilmirsənsə, mütləq növbəti suala keç. Bir sualın üzərində qalıb, vaxtını eyni zamanda emosiyanı, hisslərini, belə deyək ki, hədər yerə itirmə. Sual bilmirsənsə, növbətiyə keç. Mütləq kanalıma abunə olub, məni takip et ki, sabahda imtahana bir gün qalmış sənin üçün möhtəşəm ipucuları deyəcəm. Təşəkkür edirəm.